Bu da bizə gələn yol. Burada bu zəhmanı genişləndiriblər. Bax, bu torpağı da buradan götürüb. Özləri bilir. Yəni sübut hamısı da bilir. Deyir, təsdiqləyir. Traktorist də doldurub bura. Baba doldurublar evin arxasına. Daşları. Evin arxası boş olub bizdə. Onun üçün də o şəkillərdə nəmişdik. Quzuluyub gedirdi. Həddindən artıq nəmişdik. Evi şikast eləyiblər. Buradan da töhmə torpaq olduğu üçün su oyub evi təhlükəli vəziyyətə gətiribdir. Bura bir balaca yalandan belə bir beton veriblər. Yəni görünür hər şey burada. Sel də yuyub həmən evin altını təhlükəli vəziyyətə gətiribdir. Buranı doldurublar. Bu dolmamalıdır. 2 mərtəbəli ev eləyiblər, şikast qoyublar ora. Bax, həmən buradan çıxan torpağı bir də baxın. Gətirib töküblər bura. Yəni pek görüntüsü ilə bu evlərin arxası nə cür olursa onu şirkətə yəqin ki göstərmək olar. Belə doldurublar ora qədər. Buradan da damın arxasını doldurublar. Bayaq göstərdiyim şəkillərdə. Dam da nəmişlikdədir. Buranı da doldurublar. Hər şey görünür. Daşlar. Hər bir şey buradadır. Oradan çıxan torpaq hamısı buradadır. Subutallı. Dam da suyun içindədir. Evdə. Bu da hamamdan buraxan sudur. Yəni şəkillə görünmür. O video ilə çəkirəm ki, yuxarı hamamın suyu bu vəziyyətdə verir aşağı. Təmir eləməyiblər aşağını. Bax, bu işlərə görə. Bax, su buranı bu vəziyyətə qoyur. Hamamın qapısı. Giriş bax, bu vəziyyətdə su. Hamamın içine verir suyu. Gəldilər, baxdılar, güya ki lambirdəndir, nə bilim turbadandır. Elə deyil, bunun betonu yaxşı verilməyib. Dedilər, gəlib metlağı, təzdən hamam sökülməlidir. Nə vaxt sökülməlidir onu bilmirik. Vəziyyətdə yaşayırıq biz. Buradan da dağılır. Hər bir şey burada xarab olub gedirmək boydansa. Bizə ev hazırdır deyib, bizi bura köçürüblər. Tenderin qalibi olan Proform şirkətinin gördüyü bu işi görəsən hansı dövlət qurumu qəbul eləyibdir? Çox maraqlıdır. Taxtanın üstündən, bu budur taxta, bunun üstündən belə palçıq yapışdırıb, dəhlizdə metlaq yapışdırıblar. Bu da qopubdur. Bunu kim qəbul eləyib görəsən, çox maraqlıdır.